Salam, Akademiyamızın 6-cı dərsinə xoş gəlmisiniz. Bugün rəqəmsal qapımızın açarı olan sifrələrdən danışacağıq. Sifrəniz şəxsi məlumatlarınızı oğurlardan qoruyan ilk və ən vacib müdafiə xəttidir. Adınız, doğum tarixiniz və ya sadə rəqəmlər asanlıqla təxmin edilə bilər. Belə sifrələr cihazınızı təhlükəyə atır. Güclü şifrə ən azı 1-2 simvoldan ibarət olmalı. Böyük-kiçik hərflər, rəqəmlər və işarələrdən təşkil olunmalıdır. Yadda saxlamaq üçün sevdiyiniz bir cümlənin baş hərflərindən və rəqəmlərdən istifadə edərək unikal sifrə yarada bilərsiniz. Hər bir hesabınız üçün fərqli şifrə istifadə edin. Beləliklə, bir hesabınız sındırılsa belə, digərləri təhlükəsiz qalar. Sifrənizi heç vaxt, hətta ən yaxın dostlarınızla belə paylaşmayın. O, yalnız sizə məxsusdur. Təhlükəsizliyinizi artırmaq üçün şifrələrinizi bir neçə aydan bir yeniləməyi unutmayın. Mürəkkəb sifrələri idarə etmək üçün valideynlərinizdən və ya etibarlı sifrə menecerlərindən kömək ala bilərsiniz. Güclü şifrə, güclü müdafiə deməkdir. Rəqəmsal dünyada ozunuzu qoruyun. Növbəti dərsdə görüşənədək.